Ağqoyunlu sülaləsinin banisi kimdir? Adətən tarixi mənbələrdə Ağqoyunlular ya Ağqoyunlu dövləti və yaxud dövləti Bayanduriyə olaraq göstərilirlər və bəzi mənbələr onların kökünün hətta mifik Oğuz xandan gəldiyini göstərir. Bir şey də deyim ki, tarixi bizim bildiyimiz dərslik kitablarında Ağqoyunlular sülaləsinin banisi Pəhlivan bəy göstərilir. Belə ki, 14-cü əsrin 30-40-cı illərində o paytaxt Diyarbəkir olmaqla Ağqoyunlu ərazisini genişləndirmiş və Azərbaycana doğru hərəkət etmişdir. Burada onun ələ keçirdiyi ərazi, ilk ələ keçirdiyi ərazi Əlincə qalası olmuş və bu qala uğrunda mübarizədə Hülakü sərkərdələrindən biri Conmaqun Noyonu məğlub etmişdir. Özü 1340-cı ildə Diyarbəkirdə rəhmətə getmişdir. Lakin Ağqoyunlu sülaləsinin banisi o deyil. Ağqoyunlu sülaləsinin banisi İdris bəydir ki, onun 6-cı nəsildən babaları idi. Məhz onun dövründə Ağqoyunlular Diyarbəkir ətrafında möhkəmlənmiş və bir neçə qalanı əllərinə keçirmişdilər ki, bu da 13-cü əsrin 20-30-cu illərinə düşür. Ondan sonra hakimiyyətə gələn Əzdi bəy 13-cü əsrin 50, 60, 70-ci illərində artıq Diyarbəkir ərazisini genişləndirərək Ağqoyunlu dövlətini güclü bir dövlətə çevirmiş və Anadolu Səlcuq sultanı ilə hətta belə desək rəqabət də aparmışdı.